Ötən həftələrdə ailə bəhsində deyildi ki, ailə qurmaq üçün İslam təşviq edir. Və bu təşviq neçə ifadə və ibarə və surətdə bizə bəyan olur. Biri budur ki, ailəni çox mühüm və önəmli sayır. Laqeyd yanaşmır. İkincisi budur ki, ailənin bərəkətləri barəsində hədislər bizi düşündürür. Üçüncüsü budur ki, hər bir valideyni təkid edir ki, öz subay evladın evləndirsin. Və dördüncüsü də buydu ki, hər yerdə subay qız ya oğlan əgər imkanın var onların ailə qurmağında yardım göstərəsən, kömək edəsən, onda əsirgəmə. Nə qədər imkan eləyə bilsin, onlara kömək elə və bunların barəsində hədislər oxuduq və tərcümə etdik. Beşinci mətləb ki, bu fəslin axır mətləbidir, o budur ki, o insanlar ki, ailəsiz və subay yaşayırlar, onları tənqid edir. Onları bu əməldən çəkindirir və onlara pis baxır. Peyğəmbərimiz buyurur, Lə'nəllahul mütəbəttelinə minər-rical vəl-mütəbəttilat minən-nisa. Fərqi yoxdur, qız ya oğlan. Əgər ailə qurmağa meyl göstərmir, subay yaşamağı istəyir və o yoldan özün təmin eləyir, Peyğəmbər buyurur, Allah lənət eləsin o insanlara ki, onlar subay yaşamağı üstün sayırlar. Əl-ləzinə yəqulun la nətəzəvvəc. Deyəndə deyir, mən ailə qurmaq istəmirəm. Özü içində cürə və cürə sözlər, dəlillər danışır. Laqeyd yaşamaq istəyir. Həzrət buyurur, yox, elə deyil. Xiyar-ı ümməti əl-mütəəhhilun. Mənim ümmətimin yaxşıları onlardır ki, ailə qururlar. Və şirar-ı ümməti əl-uzzab. Amma təh yaşayanlar, ailəsiz yaşayanlar buyurur, mənim ümmətimin ən pisləri olardı. Çünki onlar istəmirlər ailə qursunlar. Onlar təh yaşamağı üstün sayırlar. Həzrət o sözün dalıcan buyurur,
لو خرج العذاب من انباتكم الى الدنیا لتزوجوا. Hamısı fasit deyil ki onların. Bazı insanlar da var, fasit deyil. Amma ailə qurmaq istəmir. Təh yaşayır. Həzrət buyurur, لو خرج العذاب من انباتكم الى الدنیا. Əgər bu ümmətin içərisində o insanları ki, subay yaşayıblar və dünyaların dəyişib gediblər, indi o birisi aləmdədirlər, buyurur, əgər onlar qayıdıb gəlsələr, ləhəzəvvəcu, birinci evlənənlər olar. Yani orada bilərlər ki, bu işin nə qədər qəbahəti var. Orada bilərlər ki, bu iş nə qədər pisdir və Peyğəmbərin acığı gəlir və Allah bəyənmirmi. Bir nəfər ravi Peyğəmbərdən nəql edir. Əbi Nəcih adında. Deyir, Peyğəmbərdən eşitdim, həm oğlanların barəsində, həm qızların barəsində. Deyir, Peyğəmbər belə buyurdu, miskinun, miskinun, 2 dəfə. Rəculun leysət ləhu imrəətun. Miskin o adama deyilir ki, yoxsuldur, kasıbdır, heç nəyi yoxdur. Peyğəmbər buyurur, 2 dəfə buyurur, miskinun, miskinun. O oğlan fəqirdir. Hansı? Leysət ləhu imrəətun. Ailəsi yoxdur. Həyat yoldaşı yoxdur onun. Qalu ya Rəsuləllah və inkânə qəniyyən minəl mal. Yoxsul ona deyərlər ki, pulu yoxdur. Heç nəyi yoxdur. Çörəyi yoxdur, paltarı yoxdur. Sən ki buyurursan miskinun, ailəsi olmayan miskindir, hətta pulu olsa da yenə miskindir. Həzrət buyurur, və inkânə qəniyyən minəl mal. Nə qədər də pulu olsa, amma üçün evdə ailəsi yoxdur, ona miskin deyərlər, ona yoxsul deyərlər. Və qalə, ondan sonra Həzrət buyurur, miskinətun, qızların barəsində, miskinətun, miskinətun, miskinə. Bunları 3 dəfə deyir. Onda şübhəsiz ki bir hikmət var. Buyurur, o qızlar da ki, onların leysə ləhə zovcun, zovcləri yoxdur, onların da həyat yoldaşları yoxdur, onların da ərləri yoxdur, subay yaşayırlar, onlar da miskindilər. Genə soruşdular Peyğəmbərdən, pulu olsa da, maddi imkanı olsa da, Həzrət buyurur, maddi imkanı olsa da, yenə də onlar miskindilər, fəqirdilər. Mən kanə musirən. Hər kəsin imkanı var, amma evlənmir. Mümkündür bəzi insanların heç cürə imkanı yoxdur. Çalışır ki, əlində bir şərait düzəlsin. Onları çıxır. Həzrət buyurur, mən kanə musirən. O insanları ki, onlarda imkan var, ləən yənkəhə, ailə qurmaq üçün, nikah eləmək üçün imkanları var, fələm yənkəh, amma ailə qurmur, fəleysə minna. Onların yolu bizim yolumuzdan başqadır. Onlar bizi tabiilik etmir. Həzrət Musa ibn Cəfər əleyhissalamın bir sözü var, təşviq edir, təkid edir. Hədis belədir.
Deyir, bir kişi gəldi Həzrətin məhzərinə. Söhbət elədilər, danışdılar Musa ibn Cəfər əleyhissalatu vəssalamla, İmam-ı Kazım əleyhissalamla. Deyir, bir qədər söhbət eləyəndən sonra Həzrət ona buyurdu ki, Həlləkə min zəvcətin, bu kişiyə, bu oğlana dedi. Dedi, sən ailə qurubsan, yoldaşın var evdə. Qalə la, dedi, yox, yəbnə Rəsulillah, mən tək yaşayıram, subayam. Həzrət baxdı ona, istəyir onu başa salsın. Deyir, ma uhibbu ennəliyəd dünya və ma fiha və ənni əbitu leyləkən leysəli zəvcətun. Dünyanın hamısını verələr mənə, deyir, dünyanın hamısı mənim olan, amma əgər yoldaşım olmasa istəmirəm. İstəmirəm ki, hətta bir gün subay olan, lap dünyanın hamısını da versələr mənə. Bunun mənası budur ki, Həzrət şəhbəti sevirdi. Yox, o deyir onun mənası. İstəyir təkid etsin ki, yəni insan onda İzzət tapır, imanın saxlaya bilir, ictima imanın saxlaya bilir ki, insanların hamısı ailə qurur, öz ailəsi ilə yaşayır, gözü bir yanda o yanda döyür. Ürək bir dənə, məhəbbət bir dənə, ailə bir dənə, göz o yanda bir yanda döyür. Özü halal yoluna, öz ailəsi ilə özün təmin edir. O Musa ibn Cəfər əleyhissalam ki, bu sözü deyir ki, dünyanın hamısını mənə versələr, mən onu istəmirəm, əgər mənim evimdə yoldaşım olmasa, özü 11 il zindanda yatır. Yəni, bu deməkdir ki, bu şəhvət dalıcanıdır. Yox, 11 il zindanda yatır. Bəzi tarixlərə əsasən 7 il, bəzi tarixlərə əsasən 11 il. Hətta Harun öz evində işləyən kənizlərdən, xanımlardan, qullardan ki işlədirdi, onları seçirdilər də, hər gələni yaparmırdılar ora. Hansı ki, hamıdan gözəldir, hamıdan yaxşıdır, onları seçib aparırdılar. Harun onların içərisində ən gözəlin seçdi, göndərdi zindanda Musa ibn Cəfər əleyhissalam qalan otağa. Məqsəd var idi, məqsəd buyurdu ki, Həzrəti bu yoldan bəlkə sürüşdürələr. Bu, indi də var, qədim də var idi, yenə də olacaq. Onların əlində olan hərbələrin biri budur. İnsanları birinci bu yoldan sürüşdürələr, ondan sonra deyərlər ki, bax, dinlənsün, sənin belə bir məsələn bizim yanımızda var. Biz deyənə baxacaqsan, baxmasan ifşa olacaqsan. Bu, köhnə bir şeydir. İndikilər elə bilir ki, bunlar tapıb bunu yox. Harun da tapmışdı, Harundan qabaqçılar da tapmışdı bunu. Fikirləşməsinlər ki, böyük bir şey ələ salıqlardılar. Yoxucurdur. Bu xanımı göndərdilər. İndi bu nə məqsədinə gəlib? Gəlib Həzrətin bir yanına keçir, o yanına keçir, özün göstərir, bir yanı gördü yox, deyəsən alınma. Nə qulluq, nə lazımdır, yemək gətirir, paltarı uyum, bu söhbətlərlə keçir bir yanına. Bir müddət keçdi, bilmirəm. İndi 5 gün, 10 gün, 1 ay müddəti bilmirəm nə qədərdir. Yazıda da görməmişəm. Deyir, bir müddətdən sonra, yəqin ki, az müddət olardan,
Deyir, Harun bir nəfər öz qulluqçularından göndərdi ki, get gör vəziyyət necədir. Deyir, gəldim, keçdim otağa, gördüm Musa və Cəfər əleyhissalam həmişəki işidir, ağır zəncirlər boynunda, amma məşğuldur zikrinə, ibadətinə, heç qapı açılanda baxmır da görür kimdir gəlir. Axı orada oturan, tək oturur. Tıqqıltı gəlsə baxar. Qapı açılsa tez baxar görür kimdir gəldi. Deyir, heç saymır. Keçdim bu birisi xanıma da baxdım, gördüm bu da səcdədədir. Nə qədər dayandım, gördüm yox, hələ bu səcdədədir. Getdim, gəldim, gördüm səcdədədir. Yenə bir müddət keçdi, gəldim, gördüm səcdədədir. Ta axırda səcdədən durdu, gördüm gözlərinin içi qıpqırmızıdır. Zikri deyir, ağlayır. Dedim, səni Harun istəyir. Apardım Harunun yanına. Dedim, necədir vəziyyət? Soruşdum, səni nə üçün göndərmişdim ora? Sən nə işlə məşğulsan? Deyir, baxdı mənə, dedim, məni göndərdin bir salih bəndənin yanına. Onun ifadəsi belədir, arvadı. Deyir, məni göndərdin bir salih bəndənin yanına. Mən onda yox, təsir qoya bilmədim. Onun ruhi mənə qələbə çaldı. Və mən Allahımı tapdım orada. Və mən ibadətin ləzzətin bildim orada. Tanıdım ki, mən kimin bəndəsiyəm və ibadətin mənası nədir? Ona görə də mən ibadətdən başqa indi heç şey məni maraqlandırmır. Axıracan da odur qaldı. Ruh elə ki, təsir elədi insanda. Ruh dəyişdir, ömrünün axırınacan o xanım ibadət elədi. Harunun da xidmətindən çıxdı və həmişə ibadət ilə ta dünyasın dəyişənə qədər. Bax, o insan ki deyir, mən bir gecə yoldaşsız qalmağa razı deyirəm, hətta dünyanın hamısını elələr, özü əməldə belədir. Özü hər bir şeylə, şəhvətinlə sürüşən insandır. Fikirləşəsən ki, bu necə hərismiş, hirsi varmış bunun belən şeylərə. Yox, istəyir ki, insanları təşviq eləsin, ta insanlar ailə qurmaq yolu ilə həm özlərin, həm ictimalərin salamat saxlasın. Bu bir mətləb, bir fəsl budur ki, İslam insanları təşviq edir, subaylıqdan çəkindirir. İkinci fəsl budur. İkinci fəslidə deyir, ailə qurmağın maneləri nədir? Onları bir-bir sayır. 5 dənə mane sayır və hər birisini öz hədisləri ilə şərh edir. Birinci mane ki, hər kəsi danışdırırsan, danışır, kasıblıq söhbətidir. O adamlar ki, ailə qurmurlar, subay yaşayırlar, əksərən, yəni onların böyük əksəriyyətin danışdıranda fəqridən danışır, kasıblıqdan, pulsuzluqdan, yoxsulluqdan belə söhbətlər edir. İslam onu çox mühüm bilmir. Niyə mühüm bilmir? Çünki İslamın baxımında ruzi Allahın əlindədir. Allah deyir, mən sizi yaratmışam, sizə bir şey vacib eləmişəm, özümə də bir şey vacib eləmişəm. Sizə vacib budur ki, sizi yaratdım, mənə ibadət edəsiniz. Və mə xələqtul cinnə vəl-ins illə liyəbudun. Sizi bu məqsədə yaratmışam. Siz gedəndən sonra
əsas məqsəd yaddan çıxıb, haşiyədə, kənarda olan mətləblər sizin başınızı qarışdırır. Əsas mətləb yaddan çıxıb. Sizi yaratmışam, siz ibadət edəsiniz. Səcdə edəsiniz. Əlbəttə, iş görməkdə ibadətdir. Bir namaz deyil ibadət. Namaz ibadətlərin ən böyücüdür. Amma əgər Allah niyyətinə olsa, iş görməkdə ibadətdir, yer əkməkdə ibadətdir, kənd təsərrüfatı da ibadətdir, dərs demək də ibadətdir, dərs oxumaq da, bunlar hamısı əgər öz yolunda olsa ibadət sayılır. Deyir, sizə bir şey vacib elədim. O nədir? O budur ki, mənim qarşımda baş əyəsiniz, səcdə edəsiniz, mənim sözümə baxasınız. Bu sizə vacib olan şey. Özümə də bir şey vacib etdim. O nədir? O da budur ki, sizin ruzusu mən təmin edəcəyəm. O mənim boynumadır. Sizdə olan vacibə nə qədər siz əməl edəcəksiniz, o sizlikdir. Amma mən heç kimi qoymayacağım acından ölə. Hər yerdə heyvan, insan, göydəkilər, yerin altındakılar, dənizin dibindəkilər, onların hamısının ruzusu mənim əlimdədir. Mən onu verəcəyəm sizə. Siz tələsməsiniz, siz qaçmasınız, cızıqdan çıxmasınız, halaldan ayrılmasınız, haramlara getməsiniz, qırmızı xəttləri siz pozmasınız, hər şey öz yerində olacaq. Əgər problem yaranır, onu özünüz edirsiniz siz. Əgər siz inanasınız ki, mən söz vermişəm və verdiyim sözə əməl edəcəyəm, heç bir narahatçılıq qabağa gəlməyəcək. Siz işləyin, vəzifəz odur, onu siz yerinə yetirin, amma ruzu mənim əlimdədir. Halal ruzi, təmiz ruzu mənim əlimdədir. Hədislərdə var, o ruzu ki, insana Allah verir və Allah deyən yolda da sərf olur, qiyamətdə onun sualı yoxdur. O ruzu ki, özü verir. Özü verir və o deyən yerlərə də sərf olur. Onun sualı yoxdur. O həll olur. Allah buyurur, bax, ayə belədir. Nur surəsi 32. Buyurur, bəənkihul əyama minkum və salihinə min ibadikum və imaikum. Subayları evləndirin. Amma in yəkunu fuqəraə yuğnihimullahu min fəzli. Əgər kasıb olsalar, yoxsul olsalar, Allah onları öz fəzlindən təmin edəcək. Öz fəzlindən. Buyurur, bir nəfərə ruzu verən Allahdır. 2 nəfər olsun, 2 nəfərə ruzu verəcək. 5 nəfər olsun, 5 nəfərə ruzu verəcək. Buyurur, ruzu onuncudur. Peyğəmbərin hədisi bu ayənin şərhində belədir. Mən tərəkət təzvicən məxafətəl aylə. Hər kəs kasıblığın qorxusundan ailə qurmasa, fəqəd əsaə zənnəhu billah əzzə və cəl. Allaha suizən edir. İnanmır. Suizən edir Allaha. Pis güman edir ona. Gümanı düzdür. Əgər buyurur, hər şey öz qaydasında ola, mən deyən kimi ola, əgər belə olsa, buyurur, heç problem yoxdur. Peyğəmbər hədisində belə buyurur, Həqqun ələllah, Həqqun ələllah, Allahın boynunda həqqidir bu. Kimin barəsində? Onu mən nəkəhə iltimasəl əfaf. Əmmə hərrəməllah əzzə və cəl.
Deyir, bir cavan oğlandır, günaha düşür. Günaha düşməsin deyə gedir ailə qurur. Niyə görə ailə qurur? Çünki Allaha günah eləməsin. Çünki təmizlik axtarır. Çünki təqvalı yaşamaq istəyir. Bu insan ki, təqvaya görə gedir, ailə qurur, Peyğəmbər buyurur, Allahın borcudur onu təmin edər. Bir var ki, nəfsə görə gedir, bir var ki, yaşamağa görə eləyir, bir var ki, yox, təqvalı yaşamaq üçün gedir, ailə qurur. Təqva odur ki, yəni günah olmasın. Günaha düşməsin deyə gedir, ailə qurur. Deyir, bu ki, Allaha görə gedir, bu işi görür, Allahın da borcudur ki, bunu təmin edər. Bəzi hədisdə var, Həzrət neçə nəfəri sayır. Deyir, neçə iddə insan var dünyada, Allahın borcudur ki, onları təmin etsin. Hədis belədir. Əl-mücahid fi səbilillah. Birinci, o mücahid oğlandır. Evindən çıxır. Gedir Allah yolunda cihad edir. Canından, malından, ailəsindən hər nəy var, onlardan keçir. Fi səbilillah. Heç bir Allahdan başqa niyyəti yoxdur. Fi səbilillah. Gedir cihad edir. Bu bir. İkincisi, ən-nâkihulləzi yuridul afaf. Təqvaya xatir evlənən oğlanlar. İki, vəl-hac. O iki, Allaha görə gedir Allahın evin ziyarət edər. Dördüncüsü, və mən əhya ərdən meytətən. O insan ki, gedir, ölü yeri dirildər. Bayır yerdə qalıb, heç nə istifadə yoxdur. Beli götürür, külüncü götürür, deyir, ilahi, bu yer torpaq buradadır, məndə imkan var, gedirəm oranı əkəm. Qoy oranı əkim, qoy oradan bəhrət versin mənə, qoy oradan nəticə alım, qoy bu xalq o torpaqdan istifadə etsin. Deyir, hər insan ki gedir, ölü torpağı dirildə və ölü torpaqdan ruzi qazana Allah yolunda, deyir, bax, bu iddə insanlara Allahın borcudur ki, bunları təmin etsin. Çünki bunların Allahdan başqa bir məqsədləri yoxdur. Ailə qurmaq da onların biridir. Bir cavan oğlanıdır. Bu hekayəti İmam Sadiq əleyhissalam nəql edir. Deyir, günlərin birində bir cavan oğlan gəldi Peyğəmbərin məhzərinə. Həzrətə öz kasıblığından danışdı, yoxsulluğundan danışdı. Deyir, Həzrət soruşdu ki, sən ailə qurmuyursan, dedi, yox. Mənim vəziyyətim belədir. Həzrət buyurdu ki, əgər istəyirsən Allah sənə öz rəhmətin, bərəkətin, maddi və mənəvi nazil edə, onda sən və təzəvvəc, get ailə qur. Day Peyğəmbər mən deyir ki, oturaq sualın bir dəfə soruşur, o yanında bir dəfə də soruşur. Bir dəfə deyəm, təzdən bir də soruşur. Deyəm, təzdən bir də soruşur. Peyğəmbərin əzəmətindən bəzən bunlar da çox rahat danışa bilmirdilər. Düzdür, Peyğəmbər bir cür bunlarla rəftar edirdi ki, bunlar rahat danışa bilsinlər, utanmasınlar. Həyəcan keçirməsinlər Peyğəmbərlə danışanda. Amma o ruhun əzəməti qələbə çalırdı. Deyir, Peyğəmbər bu sözü dedi, bu oğlan da çıxdı.
Çıxandan sonra fikirləşdi ki, axı mən hara gedim? Necə ailə qurum? O dedi, amma da mən bunları ondan soruşa bilmədim. Deyir, elə Peyğəmbər dedi, bu da dedi, baş üstə. Buyur, çıxdı. Çıxıb indi öz-özünə danışa-danışa gedir. Deyir, danışa-danışa gedəndə utandı bir də qayda Peyğəmbərin yanına. Dedi, qaydım, soruşum da deyim, nə eləyim mən? Siz dediniz, amma hansı yollarına mənə nə məsləhət görürsünüz? Deyir, bu fikirdeydi ki, qaydım, qayıtmayım, ayıb olar, deyər, bir də gəldi, soruşdu. Belə özü ilə danışa-danışa gedirdi, Ənsardan bir nəfər kişilərdən bundan üzləşdi. Bunlar salamlaşdılar, deyir, baxdımına çağırdı. Dedi ki, fikirləşmə. Mənim bir gözəl qızım var, verərəm sənə. Deyir, mən baxdım, eləcə də oldu. Razılaşdılar, getdilər, danışdılar, o məsələlər ki, onlar adətən deyir, onların hamısını danışdılar, qızı verdi ona. Ondan sonra necə Peyğəmbər demişdi, o cürdə oldu. Yavaş-yavaş maddi, mənəvi vəziyyət yaxşılaşdı, inkişaf gördü, razı qaldı. Kain ki, durdu, getdi Peyğəmbərin yanına. Dedi, ya Rəsuləllah, mən o gəncəm ki, gəldim sizin məhzərinizə və siz mənə bu cür dediniz və mən də utandım sizdən bir şey soruşam. Amma çıxandan sonra belə bir hadisə mənim başıma gəldi. Deyir, bunları danışaq Peyğəmbər bilirdi olar, bunu deməyə ehtiyac yoxdur ki. Amma qulaq asır, axıracan qulaq asdı. Bu da sözün dedi, deyəndən sonra Peyğəmbər buyurdu. Ya mə'şərəş-şəbab, aleykum bil-bâ. Ay gənclər, ay cavanlar, çalışın ailə qurun. Fikirləşməyin ki, Peyğəmbər zamanında, Peyğəmbərin vaxtında bir nəfər belə oldu, bir ənsardan da biri gəldi ona dedi, day elə şey mümkündür. Əgər ürək o oğlanın ürəyi kimin olsa, əgər iman və təvəkkül möhkəm olsa, əgər Allahın kəramətinə, Peyğəmbərin kəramətinə insanın həqiqi mənada ürəkdən imanı olsa, onların hamısı düzəlir. Onların hamısı düzəlir. İndi ənsar yoxdur. Biri ənsardan gələ səni çağıra deyəcək qızını verin sənə. Amma başqa yollar var. Əgər o Allah ki ənsarı göndərir, əgər o Allah ki onun işini o cür düzəldir, həmin Allah indi bizim başımızın üstündədir. Həmin Allahdır ki bizi də yaradır. Hər yolla istəyər, min heysu la yəhtəsib, insanın ağlına gəlməyən yerlərdən. Ona görə də buyurur ki, əsas manələrin biri ailə qurmağa, budur ki, insan fikirləşir, yoxsulam, kasıbam, mümkündür, amma əgər niyyət həqiqətən təqva saxlamaq üçün olsa, və istəməsə öz ətəyin, günahın ləkələrinə bələşdirə, onda Pərverdigar-ı aləm onu bilər ki, necə təmin etsin. Allahümmə inna nəsəlükə və nəd'uk bismikəl azimil əzəm əl-əzzil əcəl-əkrəm və bil-Hüseyn ya Allah.